Salam, hörmətli izləyicilər. Bu gün sizə informasiyanın kodlaşdırılması və miqdarının ölçülməsi bölməsinin informasiyanın kodlaşdırılması və kompüter qrafikasına aid olan alt başlığının suallarını izahını təqdim edəcəyəm. Bu alt başlıqda ümumilikdə 123 sual var və mən bunu iki hissədə part 1 və part 2-də izah edəcəyəm. Part 1-də ilk 60 sual, part 2-də isə qalan 63 sualın izahını verəcəyəm. İndi isə gəlin ilk sualla başlayaq. Baxın, bu bizim birinci sualımız olduğu üçün və bu sualdan digər suallarda da istifadə etdiyimiz üçün mən bunu geniş şəkildə izah edəcəyim. Eləcə də ikinci sualda birinci sualla çox əlaqəlidir. Ona görə birinci sualı ətraflı şəkildə izah edəcəyim. Amma digər suallarda qısa şəkildə normal həllərini göstərəcəyim. Deməli, gəlin baxaq. Bizim sualda belə deyilir ki, konferans zalında qonaqların əyləşməsi üçün 180 stul mövcuddur. Stulların hər birini kodlaşdırmaq üçün ən az neçə bit lazımdır. Deməli, 180 dənə bizim stulumuz var. Yəni, stullar bir növ eyni tipli stullar kimi fərz etsək, biz onların arxasına deməli, kod yazmalıyıq, yəni nömrə yazmalıyıq və bu nömrələr ikili say sistemi ilə yazılmalıdır və hər bir ikili ədəd, yəni 0 və 1 bit olaraq qəbul edilir. Yəni, bir dənə 0 1 bitdir, bir dənə 1 1 bitdir və bizdən soruşur ki, neçə bitdir kod yazılmalıdır ki, yəni 180 stulun hər birinə. Ümumilikdə 180 dənə müxtəlif kod alınsın və yəni stulları bir-birindən fərqləndirə bilək. Normalda siz onluq say sistemində bilirsiniz ki, 180 stulun 180-ını da nömrələməlisiniz. 1-dən 180-acan. Baxın, 3 nöqtə qoyuram, gəldi 180. 1-dən 180-acan nömrələyirsiniz. 1, 2, 180. Və bunun üçün normalda 3 dənə xana lazımdır sizə. Burada bit deyəndə həm də xana nəzərdə tutulur da. Bizdən soruşur ki, neçə bitlik deməli kod lazımdır. Yəni stulun arxasına neçə xanalıq yer qoymalısınız. Baxın, əgər onluq say sistemi ilə götürsəz, cəmi 3 xana ilə məsələni həll edə bilərsiniz. Onluq say sistemində. Çünki 3 dənə xanaya burada 0-dan 9-a qədər olan rəqəmlərini qoya bilirsiniz və 180-i əhatə edir. Amma ikilik say sistemindən söhbət gedirsə, ikilik say sistemində ən böyük rəqəm 1-dir. Yəni 2 ədədi artıq yoxdur. Ona görə biz nə etməliyik? Xanaların sayını artırmalıyıq. İndi gəlin baxaq, burada bir dənə nüans var ki, biz riyaziyyatda, natural ədəddə öyrənərkən bilirik ki, biz hər bir stulu nömrələyərkən 0-dan yox, 1-dən başlayırıq. Yəni natural ədəddə əşyaları saymaq üçün biz 1-dən istifadə edirik. Amma bizim deməli informatikada biz 0-dan saymalıyıq. Bir növ bu məntiqlə götürsək, mən hələ ki onluq say sistemi üzərində göstərirəm. Biz 1 üçün 0 rəqəmini götürürük, 2 üçün 1 rəqəmini və belə davam etsək, onda biz 179 üçün, 180 üçün, 180-cı stul üçün 179 nömrəsini yazacaq. Yəni stulun arxasına deməli, baxın, 0 yazacağıq, 1 yazacağıq və ən axırıncı 179. Bunu da təbii ki, belə yazmalıyıq da. 0-ı yazanda 3 xana varsa, biz əvvəlinə də 0 yazacaq. Olacaq 3 dənə 0, 0, 0, 1 və 0, 0, 2, 0, 0, 3. Bu hələ ki dediyim məsələ ki var. Bu onluq say sistemidir. Yəni, onluq say sistemi sadəcə sıfırları qabağına, qarşısına yazmışam ədədin. İndi isə gəlin, keçək bunu ikilik say sisteminə. İstəsəz bu ədədlərin özünü keçirdə bilərsiniz ikilik say sisteminə. O cəhətdən baxa bilərsiniz. Bir də var ki, ümumiyyətlə, biz düsturu tapaq ki, burada necə etmək olar ki, ikilik say sistemi ilə, həmin bu 0-1-lərlə biz kod verə bilək, deməli, stulları. Baxaq, deməli, bu oldu onluq say sistemində. Gördünüz ki, 3 dənə xana bizə bəs etdi, yəni 3 xana lazımdır. İkilik say sistemində gəlin 3 xananı götürək, bunu göstərmişsə, 3 dənə xana gəlin götürək. 1, 2 və 3. İndi elə bil ki, stulun arasında 3 xana var və biz bu xanaya 0 və ya 1 yaza bilirik. Hər xanaya 0 və ya 1 yaza bilirik. Bura məsələn, tutaq ki, buna və buna. Belə olan halda, məsələn, ən böyük rəqəmimiz bizdə ədəd formasında ən böyük ədəd 3 dənə 1 olacaq və 3 dənə 1 ikilik say sistemində 7 deməkdir. Və bunun ən balacası isə 3 dənə 0-dır. Baxın, dedim ki, ikilik say sistemində bizdə deməli 0 var, yəni 0-dan nömrəliyik. 0, 0, 0, sonra 0, 0, 1, 0, 1, 0 və s. belə formada gedir və
bunların sayı 0-dan 7-yə qədər olan ədədlər bu onluqla götürsək, cəmi neçə nədir? 8 dənə. Yəni 3 xana götürsəz, siz 8 dənə deməli stulu kodlaşdıra biləcəksiniz. Və 8-i biz hardan aldıq? 2 üstü 3-dən aldıq. Yəni nə deməkdir? Hər xanaya biz deməli 2 dənə versiyada ədəd yaza bilirik. Bu xanada 2 dənədir və bu sonuncu xanada da 2 dənədir. Deməli mən bunu ayırım buradan. Baxın, deməli bu 2-lərdir. 2-ləri biz bir-birinə vursaq, neçə alınır? 2-ləri bir-birinə alınır, olur 2 üstü 3. Baxın, oldu 8 versiya. Deməli, xana artdıqca, məsələn, bir dənə də xana yerləşdirsən bura, burada bir dənə də 2 yaranır və 2 üstü olur 4. Bu da 16 deməkdir. Deməli, 4 xana və ya 4 bit bizə imkan verir ki, 16 dənə stulu kodlaşdıraq və kodlaşdırma da yenə dediyim kimi, burada 0-dan 7-yə olduğu kimi 16 dənə olanda 0-dan 15 olacaq. Yəni, bu onluq say sistemi ilə götürsək. Yəni, onluq say sistemi 0-15-dir, amma 16 say sistemində 15 ədədi 4 dənə bir şəkildə yazılır. Deməli, 0-0-0-dan 1-1-ə qədər olan aralıq götürüləcək. Və bu interval ki, onluqdur. Bu da olacaq ikili say sistemi ilə. Və 4 bit bizə bəhs edir. Aydındır, yəni bu formadadır. Biz 16 ədədinin özünü yəni bura götürmürük. Çünki 16 ədədi başqa, artıq 5 rəqəmdən ibarətdir. 5. Burada 4 dənə 1 olmayacaq da, 1 arxasında 4 dənə 0 olacaq. 16 yəni o cür çaşdırmasın. 16 o deməkdir ki, 0-dan 15-ə qədər olan kod nömrələrdir və cəmi 16 dənə stulu kodlaşdıra bilirsiniz. Deməli, mən əslində burada yazdığım bu 2-nin qüvvəti ilə aldığım düsturu ki var, siz bu 2-ləri bir-birinə gördünüz ki, burada vurdunuz. 2 üstü 3 alındı, 2 üstü 4 alındı. Deməli, bizim bir dənə ümumi düsturumuz var, Hartley düsturu. Onu buradan yazaq. N bərabərdir 2 üstü i şəklində olan bir düstur. N bizdə olacaq deməli stulların sayı, yəni burada məsələn 180 verilib, ümumi miqdar. I isə olacaq bitlərin miqdarı, bitlərin sayı, yəni 0-1-lərin sayı, xanaların sayı deyə bilərik buna. Burada bit yazırıq, xana sayı. Bizdə əgər 4 xana varsa 2 üstü 4 olur, yəni 16 dənə deyə bilirik. 2 üstü 5-də 32, 6-da 2 üstü 6-da 120, 64, 2 üstü 7-də 128. Bizim 180 ədədimiz özü 2-nin qüvvəti deyil. Deməli, biz əslində Hartley düsturu ki var, bu bizim Hartley düsturumuzdur. Burada biz ya 2-nin üstü 8 götürməliyik, 2 üstü 8, yəni 256 götürməliyik. Bu ədəd 180 ədədi 256 ilə 128 arasındadır. 2-nin qüvvəti ilə götürsəz 128 arasındadır və bu 2 üstü 7 ilə 2 üstü 8 arası verir. Və siz 7 bit, 7 xana götürsəz 128 dənə müxtəlif stulu və yaxud da əşyanı kodlaşdıra biləcəksiniz 7 xana ilə. 128-i keçə bilməzsiniz. 0-dan 127-yə qədər nömrələyəcəksiniz və cəmi 128 stul olacaq. Yox, əgər 8 bit götürsəz, 8 bit. 8 bitlə və ya 8 bit 1 baytdır. 8 dənə xana ilə isə nə edə bilərsiniz? Hətta 255 dənə, 256 dənə stulu kodlaşdıra bilərsiniz. Və burada da 256-da da eyni qaydada 0-dan nöqtə qoysaq, yəni 256 da 56-nın özü yox, 55-in özü daxil olmaqla cəmi 256 dənə stulun nömrəsi olacaq. Bu onluq say sistemidir, 0-255. Və bunları siz əgər ikili say sisteminə çevirsəz, görəcəksiniz ki, 8 dənə xana olacaq bizdə, 8 xana və 8 xana hər birində bu formada yazsaq, hər birində 1 ədədi olacaq. 1, 1, 1 və bu da 1 və ümumilikdə deməli bizim ən böyük ədədimiz 8 dənə 1 olan 255 rəqəmidir. Bizdən nə soruşur? Deyir 180 stulu üçün nə qədər bit lazımdır? Əlbəttə ki, 255 dənəni, yəni 256 dənəni, cəmi 256 dənədir. 0-dan 255-ə qədər olan nömrəli stulları biz ikili say sistemi ilə kodlaşdırsaq, ilk kodumuz 8 dənə 0 olacaq. Ən sonuncu isə olacaq, deməli, 8 dənə 1. Bunların içərisindən biz artıq müxtəlif rəqəmlər, müxtəlif ədədlər seçməklə, 0-1-lərin qarşılığını seçməklə, məsələn,
0, 1, 0, 1, 1, 0 və s. bu formada qarşıdan biz 180 dənə stulu kodlaşdıra biləcəyik. Niyə? Çünki 180 ədədi 128 ilə 256-nın arasında yerləşir. Yəni ortada yerləşir. Yox, əgər bizə 257 verilsəydi, biz artıq 2 üstü artıq 9-a getməliyik. Yəni 9 bit lazımdır bizə. 256-nın özü üçün, yəni 256 dənə stul üçün isə elə 8 bit bəsdir. Sualda 256 da verilsəydi 8 idi. 129 da verilsəydi 8 bit idi. Amma 128 versəydi 7 bit. Yəni bu şəkildə bütün ümumilikdə variantı açıq şəkildə sizə dedim. Sualın doğru cavabı deməli, buna əsasən nə qərara gəlir? 180 özü birbaşa 2-nin qüvvəti deyil. Biz ona görə ondan böyük ədədi götürməliyik, ona yaxın və ən kiçik. 180-dan böyük 512 də var, 1024 də var. 180-da ən yaxın 256-dır, amma 180-in özündən böyükdür və ən kiçik deyirik buna 256 ədədini götürür və bu da 2 üstü 8 deməkdir və 8 xana mənasına gəlir və biz də 8 bit olaraq onu qeyd edirik. Doğru cavab D variantı olur. Əgər bizdən soruşsa, ikinci suala baxsaq, eyni dediyim kimi tipli sualdır. Burada artıq fikirləşməyə ehtiyac yoxdur. Düstur bir dənə biraz fərqli yazıla bilər. 2 üstü N şəklində qeyd olunur. N burada rəng dərinliyini göstərir. Digər böyük N isə kiçik N rəng dərinliyini göstərir. Böyük N isə elə bu miqdarı 220-ni göstərir. Yəni 220 normalda bərabərdir 2 üstü I şəklindədir. Yəni bu I deyəndə N burada. Burada N-dir. Və bu N neçə olmalıdır soruşulur. Bu 220-də eyni qaydada 128 ilə 256 arasındadır və biz 256-nı 2 üstü 8 bit olaraq bilirik və bu 8 bit olduğu üçün 8 bit də 1 byte demək. Byte demək. Doğru cavab nə olacaq? Y variantı 1 byte olacaq. Yəni 220 dənə müxtəlif rəngli kod var, müxtəlif rəngi var, qırmızı, sarı, yaşıl. Hər birinə biz kod verəcəyik, müxtəlif kod 0-1-lərlə və bizə 8 xana lazımdır ki, deməli 220 dənə müxtəlif rəngi kodlaşdıra bilək. Hələ bizim artıq ehtiyac kodlarımız da qalacaq. 220-dən 256-ya qədər olan hissədə əlimizdə boş kodlar qalacaq. Eyni ilə 180 stulda olduğu kimi. Bu formada bu sualı həll etdik. Davam edək, 3-cü suala baxaq. Deməli, qrafik redaktorlara aid deyil. Qrafik redaktorlar, baxaq, MS Paint, yəni Microsoft'un Paint proqramı daxildir. Qrafik redaktordur, Paint şəkil çəkmək deməkdir. Adobe Freehand, Freehand, hand əl deməkdir. Yəni, free də yəni sərbəst deyə bilərik. Boş, sərbəst əl və onunla biz şəkil çəkirik də. Deməli, belə yadda saxlayın ki, Adobe Freehand vektor qrafikasına aid olan qrafik redaktordur. Bu deyil soruşur, ona görə biri seçmirik. Bu aiddir, biri çıxdıq. Oracle verilən basit idarə etmə sistemidir. Writer, OpenOffice şirkətinin Writer adlı bir yazı, write yazmaqdır. Writer yazıcı, yazıcı şəkildə tərcümə edə bilərik ki, bu yazıya aid olan bir şeydir. Biz 2-ni seçirik ki, bu qrafik redaktor deyil. Corel Draw, Draw şəkil çəkmək deməkdir. Bunu seçmirik. Vektor qrafikadır, qrafik redaktorudur. MS Access Microsoft'un verilənlər bazası proqramıdır. Oracle daha böyük formatdır. MS Access nisbətən balaca versiyadır. Bunu seçirik və 5-ci Tux Paint və ümumiyyətlə Paint.net. Bu Paint sözündə görürsünüz. Bu da şəkil çəkmə aiddir və qrafik redaktordur. Raster qrafik redaktor sayılır. MS Paint-də raster aiddir. Deməli, biz 2-4-ü buradan seçəcəyik. Doğru cavab olur B. Yəni, aid olmayanlar bunlardır. 4-cü suala baxaq. Deməli, elektrik siqnallarını rəqəmsal şəklə çevirən qurğu. Deməli, elektrik siqnalları rəqəmsal şəklə çevirən qurğu necə adlanır? Olacaq burada analog rəqəmsal çevirici. Çünki analogu biz rəqəmsala çevirsək, baxın, burada rəqəmsal şəklə çevirəndir. Deməli, rəqəmsalla başlaya bilməz. Rəqəmsal çevirici ümumiyyətlə yoxdur. Şua rəqəmsal çeviricisi də ümumiyyətlə yoxdur. Kompilyator, translatorun bir növüdür. Biz, məsələn, Pythonda bir yazı yazırıq və ya C++-da bir kod yazırıq. Onu, deməli, maşın dilinə çevirən bir proqramdır. Pythonda buna biz
interpretator deyirik. Digər, məsələn, C++-da ona kompilyator deyirik və bunlar ikisi bir yerdə, interpretator və kompilyator translator növüdür. Translate sözü də bilir ki, çevirici deməkdir, tərcüməçi deməkdir. Amma nəyi tərcümə edir, nəyə tərcümə edir? Təbii ki, proqramlaşma dilini çevirir maşın dilinə. Bunun da siqnala, yəni elektrik siqnalına aidiyyatı yoxdur. Doğru cavab qalır A variantı, analoq rəqəmsal çevirici. Və bu formada yazılır. Siz əgər rəqəmsal analoq çeviricinin yazılışını bilmək istəyirsə, qısa bəzən rac şəklində yazılır. İngiliscə adları necədir, onu da sizə göstərəm. A, D, C və digəri D, A, C və ya DAC şəklində və ADC, DAC. Nə deməkdir? Analoq, baxın, birinci üçün göstərəm. Analoq digital converter. Yəni, analoq digital rəqəmsaldır. Konvertasiya, çevirmə deməkdir. Analog to digital, yəni to da istiqaməti göstərir. Kiçik hərflə to istiqamət göstərən bir hissəcikdir. Onu burada qeyd eləmirlər. Yəni analoq rəqəmsala çevirən deməkdir. Digərində isə digital to analog çeviricisi və ya digital analog converter deyirik. Burada rəqəmsalı analoqa çeviririk. Yəni ingiliscə adları da bu cürdür. Hər ikisini yadda saxlamaq yəni məsləhətdir bu formada. İndi keçək, davam edək 5-ci sualımızda. Bizdən soruşulur ki, 2048 simvoldan ibarət informasiya həcmi 213 bitdir. İnformasiyanı kodlaşdırdığı əlifbanın gücünü tapın. Deməli, bizim burada informasiya həcmi verilib 213. Yəni, V bizdə verilib 213 bit verilib. Yazar yanına bit. Bizə 2048 simvol verilib. Simvol sayını biz burada müxtəlif hərflərlə, məsələn, M-lə də, balaca M-lə də işarələr və ya K-la işarələr. Biz tutaq ki, K-la işarətsək buna. K bərabərdir 2048 simvol. Və biz əgər bir simvolun həcmini tapmaq istəyirsək, bir simvolun, onda I bərabərdir V bölünsün K düsturu ilə bunu tapa bilərik. Yəni, 213-ü həcmi biti böləcək 2048. 2048 də 211 deməkdir. 1024 210-dur. 2048 111-dir. 213 bölünsün 211 neçə edir? Qarşısına bunu buradan yazsaq olacaq. 2 üstü neçə? 2 üstü 2. Bu da bərabərdir 4-ə. Deməli, 4 nəyi göstərir bizə? 4 göstərir bitin miqdarını. I bizdə 4 bitdir. Yəni, bir simvol 4 bitlə kodlaşdırılır. Əlifbanın ümumi sayı isə, yəni əlifbada olan hərflərin sayı və ya simvolların sayı Hartley düsturuna əsasən, bayaqlar qeyd etdim. Bu 4 bizdə xanamız var. 4 dənə xana var və hər xanaya 2 versiya qoya biliriksə, deməli 2 vur 2 vur 2, yəni 2 üstü 4. Burada da n bərabər 2 üstü 4 yazalım. 16 dənə nə edə bilirik? 16 dənə kod yerləşdirə bilirik 0-1-lərlə. Və cəmi deməli 16 kod olduğu üçün, deməli bizim əlifbada 16 dənə nə var? Deməli element var. 16 element olmalıdır. Bu da əslində maksimum sayıdır 16 dənə. Yəni 4 bitdə ola biləcək maksimum. Çünki 15 dənə də olsa 15 simvol. Orada da biz gətirib onu 4 bitə deməli yerləşdirmək. Yəni 8-dən böyükdür. 16 daxil ola bilərəm ora. 16 dənə simvol. Deməli 8-in özü daxil deyil. 4-ü ola bilməz. 206 böyükdür. 128 də böyükdür. 16-nın özü aiddir. Dediyim kimi az ola bilər əslində. 15 simvol, 14 simvol ola bilər. Amma birbaşa burada elə cavabdan da görürük ki, 2-nin qüvvəti ilə cavab alındı. Yəni 2 üstü 4, 16 alındı. Yəni 16-dan böyük ola bilməz. Əlifbanın gücü də deyəndə n soruşulur. Böyük n. Yəni simvolların sayı. Gəlirik 6-cı suala. Qrafik təsvirin hər bir rəngi 32 bitdə kodlaşdırılırsa, palitradakı mümkün rənglərin maksimal sayı deməli nə qədər olacaq? 32 bitli mümkün rənglər. Baxın, bu da Hartley düsturudur. Sadəcə n verdi 2 üstü n şəkli yazılır. Burada da 2 üstü 32 olacaq. Bu bit sayını, yəni 32 xanamız var. Hər birində 2 dənədir. 2 üstü 32 doğru cavab Y variantı olur. Yəni bunu bu formada həll edirik. 7-ci suala baxırıq. 128 simvol əlifbada yazılmış məlumatın həcmi 350 bitdir. Bu məlumat 1024 simvol əlifba ilə kodlaşdırılsa, onun informasiya həcmi nə qədər olar? 128 simvol əlifbada
hər bir simvol, deməli, Hartree düsturuna əsasən n bərabərdir 2 üstü i-dir bizdə və bu da bizə verir 128. Normalda mən sizə burada birinci sualda da çox loqaritmə girmədim. Əslində i-ni tapmaq üçün loqaritmə girməlisiniz. Əgər onu bilmirsinizsə, yəni i-yə sadəcə qiymətlər verməklə i-ni 7 olaraq tapa bilərsiniz, 7 bit. Amma normalda i-nin qiyməti əslində əgər bunu deməli güclü uşaqlar üçün deyirəm, əgər bilənlər onu bu formada tapmalıdır. i bərabərdir loqaritm deməli 2 əsasdan n-dir. Və bu i bərabərdir loqaritm 2 əsasdan 128-dir və bu da 2 üstü 7 yazılır və oradan da 7 alınır. Yəni bunu əslində yenə deyirəm, ehtiyac yoxdur. Loqaritmi girməyə də bilərsiniz. Sadəcə 2 üstü 7 128-dir. Deməli biz tapdıq ki, 128 simvol varsa əlifbada. Deməli hər bir simvol, bir dənə simvol yazsaq, o 7 bit yer tutur yaddaşda. İndi bizə verilib ki, ümumilikdə 350 dənə 350 bizim bitimiz var. 350 informasiya, məlumatın miqdarıdır. Yəni V-dir. V bayaq da bir dənə düstur dedim, V bərabərdir K vur I. Bizə I verilib, V verilib, K yoxdur. Yəni simvol sayı yoxdur. Biz buradan simvol sayı K-nı tapa bilərik. V böl I. Buradan da tapırıq ki, V-nin qiyməti bizdə həcm 350-dir. Biz bunu bölürük 7 bitə, alınır 50. 50. 50 nəyi göstərir? 50 dənə simvol var. Bir dənə mətin verilib, 50 dənə simvol var. İndi 50 simvollu mətnimiz var. Bizə deyilir ki, indi təzə bir əlifba götürürük. 1024 simvollu əlifba. Bu əlifba 1024 özü 2 üstü 10 deməkdir. Və onun yanına bit yazıram. O deməkdir ki, 10 bit. Bir simvol 10 bit yer tutur. 50 dənə simvolda, yenə baxın, həcm düsturunu yazsaq, V bərabərdir, yəni V2 deyək də, bərabərdir K vur I. I sadəcə I2. Çünki niyə? Biz bunu niyə belə edirik? Çünki V2 bizdə artıq yeni bir həcmdir. K isə dəyişmir. K əvvəldə 50-dir, indi də 50-dir. 50-ni biz vururuq. I2 də bizdə olur 10 bit. Və olur 500 bit. 500 bit. Doğru cavab nə olacaq? Y variantı 500 bit. 500 byte deyil, bunu səhv salmayın. 8-ci sual. 128 simvollu əlifba ilə kodlaşdırılmış proqraming sözünün informasiya həcmi nə qədərdir? Deməli, burada 4 simvol, burada 4 simvol düzdür, burada da 3 simvol. Cəmi neçə simvoldur? 4, 4, 8, bir dənə də 3 oldu 11. 11 simvolumuz var. Və 128 simvollu əlifbada Hartree düsturuna əsasən 2 üstü 7 deməkdir. 7 bit. Hər simvol 7 bit yer tutur. 11 simvol varsa V bərabərdir K vur I düsturudur. K bizdə olacaq 11 dənə saydıq proqraming sözündə, yəni proqramlaşma sözündə 11 dənə, bu ingiliscə olan versiyada 11 dənə simvol var və bunu vururuq 7 bitə. Bu da edir 77 bit. Yanına bit sözünü yazmalıyıq. Və deməli doğru cavab olacaq 8-ci sualda A variantı. Və davam edək 9-cu sualla. Kompüter qrafikasının tətbiq sahəsi deyil. Bizdə ümumiyyətlə tətbiq sahələri kompüter qrafikası demin dərsində 6 dənə ad çəkilib. Virtual reallıq var. Bu kompüter qrafikasının tətbiq olunduğu son dövrlər, yəni o 3D VR cihazlarının tətbiq olunduğu reallıqlardır ki, orada tətbiq olunur kompüter qrafikası. Elmi qrafikadır. Müxtəlif deməli elmi işlərdə, eləcə də konstruktor qrafikası var ki, mühəndislərin qrafikasıdır. İşgüzar qrafikası daha çox bu biznes sahələrində istifadə olunan qrafikadır. Bunları çıxırıq. Bir də qalır obrazların tanınması, yəni obyektləri məsələn kamera tanıyır və ya süni intellekt artıq obrazları, yəni obyektləri deməli cisimləri, üzü və s. tanıyır, üz tanıma və s. buna daxildir. Biraz qrafika ilə bir tərs formasıdır. Qrafikada biz şəkil çəkirik, obrazların tanınması da cihaz özü qrafikanı tanıyır. Bir də təsvir incəsənəti var ki, təsvir incəsənətdə bildiyimiz adi bu müxtəlif təsvirlər yazırıq. Bunlar kompüter qrafikasıdır. Təsvir incəsənəti obrazların tanınması 2 dənə. Burada da variantlarda 4-ünü görürsünüz. Virtual reallıq, elmi qrafika, işgüzar və konstruktor qrafikası. Yerdə qalır A variantı, təcrübi qrafika, belə bir
kompüter qrafikasının sahəsi yoxdur. Deməli, cavab oldu A variantı. Baxırıq indi 10-cu suala. Deməli, 10-cu sualda vektor qrafikasına aid proqramı müəyyənləşdirməliyik soruşulur. Deməli, vektor qrafikası hansında ki, əgər biz foto və ya paint sözü görürsə, onları çıxırıq, qalanlar vektor qrafikası kimi düşünə bilərik. Yəni, variantlara çıxmaq istəyirsinizsə, formada tapa bilərsiniz. Məsələn, bizdə var Corel Painter, bu var və ya Photo Paint var, bunları çıxırıq. Paint var, çıxırıq və Photoshop, bu da var, bunu çıxırıq. Digər qalır Adobe Illustrator. Adobe Illustrator və Adobe Freehand vektor qrafikasına aid olan deməli proqramdır. Yəni burada piksellər yox, düsturlarla olan, yəni nöqtələr, deməli elementlərdən istifadə olunur, düz xəttlər və s. Və Adobe-da aid olandan Photoshop, yəni bu yəni deməli raster qrafikasıdır. Qalanları, yəni Adobe Illustrator, Freehand isə vektor qrafikasına aid olandır. 11-ci suala baxırıq. Hansı proqram qrafik redaktorlara aid deyil soruşur. Freehand sayılır, Paint sayılır, ondan sonra Photoshop sayılır, bunları çıxırıq. Scangle, pencil sözü ki var, pencil yazılır. Bu sözə bənzətsək, karandaş deməkdir. Bu proqramın əvvəlki adı sketch olub, eskiz deməkdir. Və bu variant ona görə çıxır, yəni qrafikaya aiddir. Vektor qrafikasına aid olan bir proqramdır. Yerdə qalır Oracle D variantı və biz də bilirik ki, Oracle verilənə bazası idarəetmə sistemidir. 12-ci sual raster qrafikası soruşur. Paint-i götürürük, Scangle-ı götürmürük, Paint-i götürək, Inkscape. Bu da fəzada bir növ mürəkkəbin yayılmağıdır. Bunu deməli raster kimi deyil, vektor kimi götürürük. Adobe Flash dediyim kimi bu Freehand eləcə də Flash, Adobe-da olanlar deməli vektordur. Vektordursa biz bunu çıxırıq. Star Office Image ilə olan bu proqram da raster'a aiddir. 1, 3, 6 olacaq. Yəni 12-ci sualda cavab B variantıdır. 13-cü suala baxırıq. ASCII standartı ilə ən çox neçə simvol kodlaşdıra bilər? ASCII deməli standartda 8 bit ilə, yəni 8 xana ilə 2/8 sayda, yəni 256 ədəd belə deyək, simvol kodlaşdıra bilər. Yəni birinci sualda mən bunu tam açıq şəkildə sizə izah elədim ki, 8 xana var, hər xana 2 rəqəm qoya bilirsiniz və 2/8 256 edir. Unicode-da biz bilirik ki, hər simvol 2 bayt yer tutur. Student sözünün informasiya miqdarını tapmalıyıq. Yəni V bərabərdir KI düsturu ilə fikirləşsək, burada V bərabər olacaq. K neçədir bizdə? 7-dir. 7 vurulsun. İnformasiya miqdarı 2 bayt və bu da neçədir? 14 bayt. 14 bayt edir və bizdən bitlə soruşsa bunu, V bərabər 14 vurulsun. Deməli 8 düzüb 1 bayt 8 bit. 8 bit yazıram. Bu da edir 112 bit. Deməli, doğru cavab A variantı. 15-ci suala baxırıq. Bu ifadənin həzmini deməli, baytla ifadə etməliyik ASCII kod. ASCII kodda hər simvol 1 baytla ifadə olunur və biz burada bütün simvolları götürürük. Dırnaqlar sayılmır. Qalanları amma biz bir-bir saymalıyıq. Deməli, 3 dənə burada, 4-cü, 3 dənə burada, 5-ci burada. Deməli, bunu belə sayaq da, nöqtələr sayılır. Deməli, 3 götürək ki, baxın, 3 dənə götürsək, düzü 3, 3, 3 və bir dənə də 2 oldu. Neçə dənə? 11 dənə. Düzü 9 və 2, 11. Bu oldu 11. 11 ilə də bu 3 dənə nöqtəni toplasaq oldu 14. Diqqətli saymaq lazımdır. 14 dənə olandan sonra da 1 bayta vurursunuz. Yəni, V bərabərdir KI düsturu 14 dənəni vururuq 1 bayt oldu 14 bayt. Ümumi bayt sayı 14-dür. Doğru cavab Y variantı olacaq. Belə. 16-cı suala baxaq. 224 sayda müxtəlif
rənglə kodlaşdırılmış qrafik təsvirin hər bir pikselinə ayrılan bit miqdarını müəyyən edin. Bu da hard düsturudur. Yəni hard düstur deyəndə 2 üstü n şəklində verilən düstur. Yəni burada n artıq görürük ki 24 deməkdir və bu da bit sayı olduğu üçün bu 24 də əslində nədir? Bit deməkdir. Bu tapdığımız 24 ilə bit miqdarını göstərir. Doğru cavab D variantıdır. Bunu məsələn RGB sistemi kimi götürə bilərsiniz. Göy, qırmızı, yaşıl olan RGB sistemində də bu formadadır. Hər deməli piksel 24 bit yer tutur. 17-ci sual. Kod uzunluğu 3 elementdən ibarətdir. Elementdə hər bir 2 müxtəlif qiymət arsa kodların maksimal sayı. Bu da bir növ elə hard düsturudur. Hər deməli 3 element deyəndə nə deməkdir? Kodun uzunluğu 3 xanamız var və hər biri 2 qiymət ala bilir. Yəni 0, 1 deyə bilərik də və ya hər hansı 2 dənə işarə ala bilir və bunların sayı olur 2 üstü 3, yəni 8. Və bu ikiləri deməli biz birinə nə etməliyik? Vurmalıyıq. Doğru cavab deyil. İndi 18-ci suala baxsaq, bu da eyni qaydadır, amma burada üstdən əsası biraz fərqləndirmək lazımdır. Uzunluq 3-dür, yəni 3 xana var. 5 müxtəlif qiymət alır. Məsələn 0-dan 4-ə qədər 0, 1, 2, 3, 4. Bu zaman bura 5 variant var, burada da 5 variant və burada da 5 variant. Və ümumiyyətlə 17-ci sualda da 18-də də ümumiyyətlə bu hard düsturunda vurma prinsipi işləyir. Yəni hər bir variantlar halların sayını bir-birinə vurmalıdır və vuranda ümumilikdə cəmi neçə hal yaranır? 125. Hətta sizdə burada görürsünüz hamısı eyni deyənlər 5 üstü bir növ düstur tapırsınız da 5 üstü 3. Yəni bu müxtəlif qiymətinin üstünə kodun uzunluğunu yazırsınız. Deməli bir düstur alınır və bu düstur var riyaziyyatda da. Hətta elə düstur var ki, yəni bu 5 dənə sayı müxtəlif ola bilərdir. Biri 5-dir, biri 4-dür, biri 3-dür, biri 2-dir və variasiyanın sayı. Siz o suallarla da rastlaşmısınız bəlkə və qarşıda rastlaşacaqsınız ki, orada da hamısını bir-birinə nə etmək lazımdır? Vurmaq lazımdır. Fərqli olsa belə vurursunuz, cavabı tapırsınız. Doğru cavab B variantı 125 olur. Rəng dərinliyi 3 bitdir. Pythonda olan rəng sayı n soruşulur bizdən. Bu da 2 üstü n deməkdir. Balaca n bizdə verilir 3-dür. Deməli 8 variant alınır. Doğru cavab Y variantıdır. Yəni 8 rəng ola bilər maksimum. 20-ci suala baxırıq. Mətnin 32 simvollu bir əlifbada kodlaşdırılan bilərək 40 bitdə kodlaşdırılan sözü müəyyən edin. Deməli 32 simvollu əlifbada hər simvol 32 nə deməkdir? 2 üstü 5. 5 bit yer tutur. Və biz buradan V bərabərdir. V bizə verilib 40 bitdir. Deməli bizdən soruşur bir növ K. Element sayı soruşur. K bərabərdir V böl I düsturuna görə V-nin qiyməti 40-dır, 40 bit. Bunu bölürük 5 bitə, cavab alınır 40 böl 5, yəni 8. 8 simvollu söz. Bu da notebook sözünə baxsaq görəcəksiniz ki, 8 simvol var. Doğru cavab C variantı. 21-ci suala baxırıq. Deməli, belə bir söz verilib. Deyilir ki, 64 simvol əlifbada kodlaşdırılarsa informasiya həcmi nə qədər olar? Bu söz school sözüdür. Düzdür. Burada 6 simvol var. 3 dənə də burada olur 9. Diqqətli oluruq. Burada L hərfi bu formadadır. Yəni 6 simvol, bu da 3 dənə rəqəm. Oldu 9 simvol və 64 simvol 2 üstü 6 deməkdir. 6 bit. Hər bir simvol 6 bit yer tutur və biz ümumi düsturu yazsam, bu düsturu mən hər dəfə yazıram. V bərabərdir K vur I. K sayda simvol var, yəni 9 simvol var və hər simvol 6 bit yer tutur. Bu da nəyə bərabər olur? 54 bitə. Və bu 6 bit olduğu üçün cavab 54 bit alınır. A variantı sualın doğru cavabıdır. 22-ci sual. Raster qrafik redaktorlarını seçin. Raster'a aid olanlar. Corel Painter, bu rasterdır. Paint sözü var. Biri seçdi. Adobe Flash. Flash artıq vektordur. Schedule-da. Vektorda, yəni bunu da dedik ki, eskiz və s. aid olan bir şeydir. Və orada vektordan istifadə olunur. Tux Paint sözü var burada. 4-ü götürək. Inkspace də bu da vektor. 1-4 sualın doğru cavabı C variantı olur. 23-cü sual.
Deməli, informatika sözünün şifrəsini müəyyən edin. Gəlin baxaq başdan birinci i hərfinə. Görürük ki, bu nida ilə başlayır. O demək ki, birinci simvol nida olacaq. Y variantı, B variantı bunları çıxırıq. Daha sonra sonu informatika sözü A ilə bitib, sonu nida ola bilməz. Bunu da çıxırıq. Bundan başqa baxsaq variantlara ilə bir dənə i hərfinə görə sizə tapma olur. Baxın, burada i hərfinin üçün nida da düzdür. Biz də görürük ki, burada nida işarəsi yoxdur A variantı. Bir dənə nida var. Burada isə nida var. Deməli, A variantı səhvdir. Burada 7 yazılıb. 7 yəni R yazıblar burada. Halbuki burada R hərfi yoxdur. Axırdan üçüncüdə yoxdur. Bir dənə buna görə doğru cavabı C tapırıq. İstəsəz baxa bilərsiniz. Məsələn, 4N deməkdir. Yəni N-nın yerinə siz 4 yazmalısınız. Nidadan sonra 4 gəlir. Məsələn, sonra bizdə F hərfi üçün götürsəz, F-dan sonra 3 gəlir. Yəni bu isə A ilə C variantı bir növ bərabər gəlir. Artıq 4-cü simvolda bu dəyişir. Yəni O üçün artıq fərqli, yəni 2 olmalıdır. O üçün 2 olmalıdır. Cavab gördüyünüz kimi C-dir. 24-cü suala baxırıq. Raster qrafik redaktorları seçin. Paint olanı seçdik. Freehand dedik ki, bu vektordur. Painter bunu seçirik. Illustrator'da bu da vektordur. Corel Draw bu da vektordur. Photo Paint, foto və paint olan sözlər də biz raster olaraq götürürük. 1, 3, 6 sualın doğru cavabı D variantı olacaq. 25-ci suala baxırıq. Raster qrafik faylının uzantısını müəyyən edin. AVI var burada, videoya aiddir. MPG eləcə video faylın uzantısıdır. Burada PPT var, PowerPoint-in genişlənməsidir, uzantısıdır. Xılı-sığı var, bu Excel-indir. Burada doc var, dokumentdir, yəni Word, MS Word-ün uzantısıdır. Qaldı GIF, TIFF və BMP. Doğru cavab C-dir. GIF-də 256 dənə rəng olur və hətta GIF-i hərəkətlə etdirmək olur, yəni hərəkətli versiyası var və raster qrafikdir. Mənası Graphics Interchange formatdır. GIF, Graphics Interchange format. Digəri BMP var, Bitmap. Bitmap ümumilikdə adı və bu da Windows-da istifadə olunan bir deməli fayl genişləməsi. Bir də TIFF var, Tagged Image File format. Yəni nişanlanmış deyək də fayl formatdır və burada keyfiyyət itirmədən sıxılma ümumiyyətlə baş verir. Belə. Ümumiyyətlə bitmapda sıxılma bir o qədər olmur, amma deməli TIFF-də isə olur. Belə bir şəkildə bunların ümumiyyətlə geniş izahları var. Qısa olaraq bu cür variantı seçirik. 26-cı sualda musiqi alətlərindən çıxan səslər əsasən hansı fayl genişləməsində saxlanılır? Bunu belə yadda saxlaya bilərsiniz. MIDI klaviaturası, yəni ki, internetdə yazsaz çıxacaq, şəklinə baxsaz, onunla yadda saxlayın. Yəni MIDI şəklində qalacaq. .midi kimi, fayllar .midi kimi qalır. Doğru cavab A variantıdır və bir növ MIDI klaviaturasını qoşanda, mahnı səsləndirəndə kompüterə, kompüter həmin səsləri .midi kimi də yadda saxlayır. RGB modelində əsas rənglər hansıdır? Bu 27-ci sualda RGB soruşur. RGB də demişdik ki, red, green, blue deməkdir. Blue yazaq və bu da göy, deməli red qırmızı, green yaşıl, blue isə göydür. Və göy, yaşıl, qırmızı Y variantı doğru cavabdır. Ağ, qara və bunlar yoxdur ümumiyyətlə. Sırf ağ-qara monoxromdur. Burada ağ-qara ümumiyyətlə çıxmalıyıq. 28. Baxın, elə ağ-qara dedik. Burada monoxrom, yəni ağ-qara ilə olan bir raster təsvir verilib. İnformasiya həcmi 512 baytdır. Piksel sayını müəyyən etməliyik. Ağ-qara olması üçün bir dənə xana olmalıdır. O xanaya 0 yazsaq tutaq ki, qaradır, 1 yazsaq ağdır və ya tərsinə də götürə bilərsiniz onu. Və burada 1 bit, deməli, 1 piksel 1 bit yer tutur. 1 piksel 1 bit yer tutur. Onda ümumilikdə həcmi V-ni 1 bitə, deməli, balaca n-ə bölsək, düzdür? Biz nəyi tapacaq? Piksellərin ümumilikdə sayını tapacaq. Piksel sayda, tutaq ki, P ilə işarə etsəm, P bərabərdir V böl N şəklində tapsaq. Burada V bizdə
512 byte 209-dur və bunu 203-ə vururam ki, bit alınsın. Byte verir də bizə, bitə çevirməliyəm. 203-ə vururam və bölürəm n-ə, n 1 bitdir. Məxrəc elə 1-dir, yəni o 2 deyil, elə 1-dir. Və surətdə 212 alınır, məxrəc elə 1 olduğu üçün elə 212-ni hesablamalıyıq. 212 də deməli 210.024, 2048 və 4096 deyir də buranda. 4096 doğru cavab Y variantı olacaq. 28-də cavab Y-dir. 29-cu suala baxaq. Bunu alt-alta toplamaq lazımdır, hesablamaq lazımdır. Bu əslində say sisteminin sualıdır da. Say sistemi kimi biz bunu alt-alta toplamalıyıq. 4 dənə 1 var. Bunları toplasaq. Say sistemi də bundan sonraki testlərdədir. Kitabda yerləri fərqlidir, amma testdə bundan sonra. Bunu bu formada yazırıq. 1 ilə 0 toplayırıq 1 edir. 1 ilə 0 toplayırıq 1 edir. 1 ilə 1-i toplayanda nə olur? 1 ilə 1 toplananda say sisteminin ədədi alınır. Yəni 2 alınır. 2 olan kimi də, yəni say sistemi, ikili say sistemi 2 olanda həmişə yerinə 0 yazırıq. Necə, məsələn, 5 ilə tutaq ki, 5-i topladıq, 10 alındı, 0 yazırıq, 1 qabağa düşür. Burada da elə. 1 qabağa düşür, yadda saxlanılır. Və 2 dənə 1 toplananda olur yenə 10. Bu 1 də olur 11 şəklində və 1 dənə 1 yazılır, bir dənə 1 qabaqda yaddaşda olur. Və bu sıfırların cəmi 0-dır, 1 də gəldi, olur 1. Yenə 1 ilə 1 toplanda 0, yaddaşa 1 düşür və o 1 ilə bu 1 toplanda 10 şəklində qabağa gəlib düşür. Yəni, ümumilikdə ədəd, deməli, belə oxunaqlıq kimi götürsək, 1001, bu da 1011 şəklində görünür. Doğru cavab A-dır. Yəni, oxunuşu tam olaraq belə oxumamalıdır, amma daha tez tapmaq üçün bu formada oxuyub onu qeyd edə bilərsiniz. 30-cu sual. Qrafik təsvir 4096 rəng sayılı palitrada hazırlanıb. Burada deməli, rəng sayı nə qədərdir? 212 dənə rəng var. Və hər rəng 12 bit yer tutur. Sonra, bu palitrada rənglərin sayı 256 dəfə azaldarsa, qrafikin təsvirin həcmi necə dəyişər? 212 azalır, olur 208 dəfə azalır. Çünki 256, 208 demək. Və alınır 204. Nəticədə 204 və bu 4-ə götürsək, 4 bit təsvirinin, deməli, 1 pikselin həcmidir. 204 dənə rəngi alınır bizdə, cəmi 204-ə düşür. Yəni 204 nə deməkdir? 16 deməkdir də. 204 dənə bizim ümumilikdə rəngimiz olur və bu 4 dənə bitdə, hər bir pikseldə 4 bit yer tutur. 12-dən 4-ə azalma baş verib, baxın, buradan göstərim, 12 bitdən gəlib 4 bitə düşüb və burada təsvirdə sadəcə rənglərin sayı dəyişilib. Yəni, piksel sayı dəyişikliyi olmayıb, düzdür. Və təsvirin həcmində də bunu yəni deməyib, amma biz belə qəbul etməliyik ki, piksel sayı dəyişmir, həcm dəyişikliyi baş verir. 12-dən 4-ə dəyişibsə, deməli 3 dəfə azalma baş verib. Yəni, bu sualda doğru cavab C-dir. Digər suallarda qeyd olunur ki, piksel sayı dəyişmədən burada palitrada rəng sayı azalarsa, qrafik təsvirin həcmi necə dəyişir? Piksel sayını vurğulamır. Əgər deyilmirsə də siz onu sabit saxlayın. Əvvəlki nəticə, əvvəlki qiymət 12 bit idi, 1 piksel, indi oldu 4 bit, 3 dəfə azalır. Davam edək 31-ci sualla. 3 səhifədən ibarət olan informasiya həcmi 2600 baytdır. Hər səhifədəki informasiya həcmi özündən sonra gələn səhifədəki informasiya həcmindən 3 dəfə azdır. İkinci və üçüncü səhifədə neçə simvol var? Və bu da Unicode-da kodlaşdırılır. Deməli, burada hər səhifənin özündə ilk səhifəni götürsək, x sayda bizdə nə var? Həcmi x-dir. İlk səhifənin həcmi, düzdür, x olaraq götürək. İnformasiya həcmi x. Növbəti isə bundan 3 dəfə çoxdur. Və ondan növbəti isə 3 dəfə də çox, yəni 9x. O deməkdir ki, yəni birinci səhifə x, digərindən, ikincidən 3 dəfə azdır. Elə həmin bu sözə gəlib çıxır.
və bizdən bunların cəmini nə qədər verib? 2600 bayt ümumilikdə həcmdir. Və biz də bilirik ki, Unicode-da hər simvol 2 bayt yer tutur. 2 bayt. Deməli, burada əslində bunu 2-yə bölsək, edir 1300 dənə simvol var. Simvol. Cəmi 1300 simvol var. Və bizdən soruşur, 2-ci və 3-cü səhifədə cəmi yox, ayrı-ayrılıqda da, ayrı-ayrılıqda neçə simvol var. Bunu bərabər etməliyik 1300-ə. Və buradan tapırıq ki, 13x 1300-dür. X bərabərdir 100. 100 simvol var və x-da 100 simvol. Amma bizdən 3x-dan 9x soruşulur. 3x edir 300. 9x da edir 9 vur 100, yəni 900 simvol. 300 və 900. Doğru cavab nə olur? C variantı olacaq. 32-ci suala baxırıq. 256 rəng salı palitrada ölçüsü bu qədər, yəni 256/512 piksel bərabər olan təsvir hazırlamışdır. Bu təsvirdəki rəng sayıların sayı 16-cı həcmi necə dəyişər? Yenə piksel sayı bizdə deməli dəyişmir, sabit qalır. 256 rəng saları nə deməkdir? Bunu yazaq. 2/8 deməkdir, yəni 8 bit yer tutur. Bir simvol 8 bit yer tutur. Növbəti 16-ya endirsə, rəng sayını 16 etsək, bu 2/4 deməkdir. 4 bit yer tutur. 4 bit. Deməli, 8-dən əgər biz gəlsək 4-ə, görəcək ki, 2 dəfə azalma baş verir. Həcm olaraq 2 dəfə azalma baş verir. Pikseldə dəyişiklik yoxdur. Deməli, doğru cavab 2 dəfə azalar B variantı olacaq. 33-cü sual. 16 simvollu əlifbada kodlaşmış sözün ikilik kodu verilib, sözü tapmalıyıq. Gəlin əvvəlcə 0-1-ləri bölüşdürək. 16 simvollu əlifbada bir simvol 2/4 ilə götürsək 4 bit yer tutur. Hər simvol. Bunu mən birinci sualda, ilk sualda geniş izah eləmişim. Yəni hard düsturu və hər simvol 4 bit, yəni 4 dənə 0-1-dən ibarət. Bunları bu formada gəlin bölüşdürək. Deməli, bu hissəni götürürük, buranı, bundan sonra bu hissə, daha sonra bu hissə 4-4 ayırırıq belə və bir dənə də bu. Görəcəyik ki, saysaq bunları, düzdür, 1, 2, 3, 4, 5 və 6. 6 dənə simvollu söz olacaq bizim sözümüz, 6 dənə. Məsələn, 6 dənə burada olanlar, bunlar deyil də, bunlar çoxdur. D ilə Y qalır. Bəs bunlar necə fərqləndirəcək? Fikir versək, 3-cü və 4-cü simvollar eynidir. Yəni, burada l-lıdır, burada z-zıdır. Bunlar ola bilər. Əsas fərq nədədir burada? Fərqli olan hissə burada. Bu ikisi ə-dir burada. Digərində isə ə-dir. Deməli, biz baxaq, bu ədədi görürük ki, 1-1-0-0-dır. Burada isə 1-0-1-0-dır. Yəni, biri ə-yə işarə edir. Bu isə ə-yə işarə edir. Yəni, fərqlidirlər. Əgər eyni olsaydılar, biz y-ni götürəcəkdik. Burada amma y-ni götürmürük, fərqlidir. Fərqli olduğu üçün doğru cavab D variantı olacaq. 34-cü suala baxırıq. Raster görüntünün sxeması zamanı ümumi rəngi 4096-dan 8-ə dəyişdirildi. 4096 nə deməkdir? 2/12. Yəni, hər simvol 12 bit yer tutur. 8 isə 2/3 deməkdir. 2/3 bit. Yəni, bu 8 2/3-dür və bir simvol yaddaşda 3 bit yeri tutur. İndi baxırıq, 12-dən 3-ə gəldik. Deməli, burada 4 dəfə azalma baş verir. Azalma baş verəcək. Doğru cavab A variantı 4 dəfə azalar. Həcm 4 dəfə azalar. Belə. Deməli, 35-ci suala baxırıq. Mətn faylının hər səhifəsində 32 sətir və hər sətirdə 64 simvol var. 80 səhifədən ibarət olan bu fayl ASCII kodlaşmasında yazılır. Onun həcmini kilobaytla müəyyən edin. Deməli, 32 sətir, simvol, səhifə. Bunun ümumiyyətlə həcm düsturunu qısa olaraq bunu V bərabərdir S kubu şəklində yazırlar. S kubu. Yəni, əslində kub demək deyil. Burada S vur, S vur, S. Yəni, sətir, səhifə vurulsun, sətir vurulsun, simvol sayı və bir də əgər ASCII-dirsə, onsuz da 1 bayta vururuq
yox başqa kodlaşma sistemi isə bir dənə də i-yə də vururuq ki, bu ümumilikdə neynəsin, bizə həcmi versin. Və gəlin bu qiymətləri yerinə qoysaq, yəni bu S-lər eyni S deyil, birini S1, S2, S3 kimi fikirləşə bilərik. Yəni biri səhifədir, biri sətirdir, digəri simvoldur. V bərabər olur 80 vurulsun. 80 səhifə var, hər səhifədə 32 sətri var. Bu da vurulsun 64 simvol. Bunu da vururuq bir dənə 1 bayta. 1 bayta vuraq və bu nəyə bərabər olacaq? V bərabərdir 80-ı 5 vur, 16 yaza bilər. 16-da 2 üstü, 16-da 2 üstü 4-dür. Vurulsun 32 2 üstü 5-dir və 64 2 üstü 6-dır. Bunların hamısını 2-nin qüvvətinə gətiririk ki, sonda kilobayta çevirmək rahat olsun. 1 baytı mən burada cavab kilobaytla deyirəm, bayta 1 bayta vurmuram, elə olduğu kimi saxlayıram. Bu 5 vurulsun, olur 2 üstü. Deməli 5 vurulsun 2 üstü neçə alınır? 15 alınır. 5 vur 2 üstü 15 nə? Bayt olacaq. Yanına yazırıq bayt. Və biz bunu V-ni kilobayta çevirsək, 5 vur 2 üstü 15-i bölməliyik. Deməli 2 üstü neçə? 10-a bölməliyik. 13-ə böləndə o bitlə olanda 13-ə bölürük. Burada bayt deyənə 10-a bölürük. Alınır 5 vur 2 üstü 5 şəklində. Görək buradan neçə alınır? 5 vur 32 edir 160. Sualın doğru cavabı deməli B variantı 160 olacaq. Belə. Növbəti suala baxırıq. Burada eyni sualdır, sadəcə Unicode kodlaşdırma sistemi verilib, düzdür. 32 sətir, 64 simvol, 80 səhifə, həcmi soruşulur. Burada bir dənə i-nin qiyməti 2 dəfə artdığı üçün həcmdə nə olmalıdır? 2 dəfə artmalıdır. Yəni doğru cavab B variantı 320 olacaq. Təkrar eyni hesablamadır. Sadəcə 2-yə vuracaq, 320 şəklində alınacaq. 37-ci sual. 256 vur 256 piksel olan qrafik təsviri 216 sayda rənglə kodlaşdırılır. Yəni bu bitdir burada. 16 bit deməli rəngin n-in kiçik n-in qiymətidir. 1 pikselin qiymətidir. Bu təsvirin həcmini kilobaytla hesablamalıyıq. 256 vur 256 2 üstü 16 edəcək. Çünki 256 2 üstü 8 deməkdir. 2 üstü 8 vur 2 üstü 8 2 üstü 16-dır. Bunu vurmalıyıq 16 bitə. Ümumi həcmdir. Yəni simvol piksel sayını V bizdə V bərabərdir. A vur B vurulsun N-dir də. Burada sadəcə V bərabər oldu. A vur N şəklində. Çünki A-lar eynidir. Və A vur N-i yazdıq bu formada. Bu bizdə oldu V və bitlə. İndi bunu bayta çevirsək, kilobayta çevirsək, 2 üstü 16 vurulsun. 16 da 2 üstü 4-dür. Bölünsün. 2 üstü 13-ə bölməliyik. Kilobayta çevirmək üçün. Və buradan 16 ilə 13 bir-birindən çıxılır. Qalır 2 üstü 3 vurulsun 2 üstü 4. Bu da nəyə bərabərdir? 2 üstü 7 kilobayt. Yəni 128 kilobayt. Doğru cavab olur A variantı. 128 kilobayt. 38-ci suala baxırıq. Burada bizdən oxşar tipli sualdır. 2 üstü 7 vur 2 üstü 7-ni tapırıq. Baxın burada. Bu hissəni buradan ayırın. Yan tərəfə yerləşdirək bura. Deməli yazırıq. Deməli 2 üstü 128 olacaq. 2 üstü 7 vur 2 üstü 7 oldu. 2 üstü 14. Həcm verilib 32 kilobayt. Rəng payçası nə qədər? Bu bizdə nədir? A vur B-dir. 2 üstü 14. A vur B-nin qiyməti 2 üstü 14-dür. V də bərabərdir. V yox, N-i tapmadı. V bölünsün A vur B. Bu cür tapmalıyıq. Burada A vur B 2 üstü 14-dür. V də verilib 32 kilobayt. 32 vur 2 üstü 13 bölünsün. Yəni bitlə ifadə etsək bunu. Yuxarı olur bit. Bölünsün 2 üstü 14 bizdə A vur B-nin, yəni piksellərin sayıdır. Bu zaman nə alınır? N bərabərdir.
Deməli 214, 213 bunlar ixtisar gedəndə məxrəcdə 2 qalır. 32-ni də 2-yə bölürsünüz olur 16. 16 bit. Yəni bir simvol 16 bit yer tutursa, ən çox neçə rəng ola bilər? Hardtür düsturunun həmin o 2 + n-lə olan düsturu ki var. Orada n-in yerinə yazacağıq. Balaca n-in yerinə 16 yazacağıq. Deməli ümumilikdə böyük n, yəni rəng sayı ən çox rəng sayı neçə ola bilər? 16-dan ola bilər. 2 + 16-dan ola bilər. 16 bit olur bir piksel. Cəmi palitrada rəng sayı 2 + 16. Doğru cavab B variantıdır. Bu formada əlləməliyik. 16-nı seçmirik. 39-cu sual. Ölçüsü A/B piksel olan monoxrom rəngli raster qrafik təsviridir. Həcmi 2 KB varsa AB hasini müəyyən edin. Monoxromda bir xana var. Demişdik ki, bu 1 bit yer tutur. 0,1 ağ-qara. İnformasiya həcmi 2 KB AB hasilini tapaq. A/B bizdə bərabərdir yenə V/N-dir. Və burada V-mizə baxsaq 2 KB 2 vur 213 bölünsün. N nədir? 1 bit. Aşağıda da bitdi, yuxarıda da bitdi və bu bərabər olur 214. Və 214-ü siz necə istəsəz, deməli, bölüşdürə bilərsiniz. Məsələn, 207 vur 207 də ola bilər. 206 vur 208 də ola bilər. Cəmi əsas odur ki, bu 2-nin qüvvəti 14 olsun. Variantlardan seçməliyik belə sualı. Bu 207-dir, digəri 256, 208-dir. 8-nə 7, 15 edir. Bunu çıxırıq. B variantında 8 ilə 6-dır, 14 edir. Bir saniyə. 208, 206. B variantı doğrudur. C variantda 5 ilə 10 da 15-dir. Y variantı da deməli 10 ilə 9-dur, 19 edir. D variantında isə 9 ilə 8-dir. Bu da 17-dir. Doğru cavab B variantı. Yəni 256 vur 64-dür. 40-cı sual. True color, yəni RGB rejimdə hazırlanmış qrafik təsvirin ölçüsü verilib. Qrafik təsvirin informasiya həcmi kilobaytla müəyyən edilir. RGB-də bir simvol 24 bit yer tutur. Bunu sadələşmək üçün 3 bayt yaza bilərsiniz. Yəni 8-ə bölürsünüz, 8-ə 3 bayt alınır. Və V-ni tapsaq, V bərabərdir 2 + 8 vurulsun 512 nədir? 2 + 9. Bunu vurursunuz n-in qiymətinə. Yəni A/B vurun. N də bizdə olacaq 3 bayt. 3 bayt. Bunu da mən 2 + 10-a bölürəm ki, kilobayt alsın. 2 + 13-ə yox, 2 + 10-a bölürəm. Və buradan nə alınır? 2 + 8, 2 + 9, 2 + 17 edir. 17-dən 10 çıxanda alınır 2 + 7. Yəni də yanında 3 var. Və buradan da alınır ki, 3 vurulsun 128 edir 384. Yəni 384 kilobayt. Doğru cavab 40-cı sualda Y variantıdır. Baxaq 41-ci suala. Palitrasında 256 olan qrafik təsvirin informasiya həcmi 128 kilobaytdır. Təsvirin ölçüləri aşağıdakılardan hansına bərabər ola bilər? Yenə variantdan seçəcəyik. 256 rəngi varsa, deməli, pikselin qiyməti 208 bitdir. 1 piksel olacaq 8 bit. Ümumilikdə 208 rəngi var. 1 piksel 8 bitdir. Ümumi informasiya həcmi 128-dir. Deməli, A/B, V bərabərdir A/B vurulsun N. Bizdən AB hasili soruşulur. AB hasili nəyə bərabərdir? V/N. Və buradan birbaşa V-nin yerinə 128-i vurulsun 213 yazsam, bit, yanına bit yazıram. Bölünsün n-in yerinə də nə yazıram? 8 bit və ya 2/3 yaza bilərəm. Buradan nə alınır? A/B üçün. A/B üçün nə alınır? Bu tərəfdən yazıram. A/B bərabər olur. 213-ü, yəni 3-ü 13-dən 300 çıxsam 210 olur. 128-də 2/7 demək. 2/7 ilə 200 deməli 10 toplanılır, olur 2/17. Bunu düz tapdıq, 2/17. Yəni 2/17 ümumi A/B-dir. İndi biz yenə cavablardan seçməliyik. Baxaq cavablara. Burada məsələn A variantda 2-nin qüvvəti deyil, 768 var.
Eləcə Y variantında da 768 bunları çıxdıq. B variantda 2 üstü 9 vur 2 üstü 10'dur. Bu 19 edir. Çıxdıq. C variantında 2 üstü 9 vur 2 üstü 8. Bu 9 ilə 8 17 edir. Bunu götürürük. D variantında isə yazılıb 8 ilə 10 18 edir. Bunu çıxırıq. Keçək 42-ci suala. Deməli 41-də cavabımız C-dir. 42-yə baxaq. Rəng dərinliyi verilib 9 bit. Rənglərin ümumi sayı n bərabərdir. 2 üstü balaca n, yəni 2 üstü 9. Bu da nəyə bərabərdir? Bu da 200, 512. 512. Doğru cavab C variantı 512 dənə rəng var. 43-cü sual. Raster qrafik təsvir faylına çevirməsində onun yalnız rəng palitrası dəyişmişdir. Yəni piksellərin sayı qalıb öz yerində, rəng palitrasında rənglərin sayı dəyişib. Nəticədə faylın həcmi 4 dəfə azalıb. Əgər çevirmədən sonra 4 rəng çalarlı təsvir alınmışsa, çevirməyə qədər onun rəng çalarlarının neçə rəng çalarından istifadə olunmuşdur. Burada N1 bir növ keçib N2-yə, yəni N1-in N2-yə bu formada belə götürə bilər ki, keçməyi 4 dəfə azalıb. Azalıbsa, biz burada artıq N1, N2 yazmayaq da, bura belə yazaq ki, əvvəl deməli N olub, indi olub N böl 4, düzdür, 4 dəfə azalıb. Və 4 rəng çalarlı təsvir. 4 rəng çalarlı təsvirdə 4 özü nə deməkdir? 2 üstü 2 deməkdir. 2, yəni bu yuxarıdakı 2-ni götürürük. 2 bit. Hər piksel deməli 2 bit yer tutub. Hər piksel 2 bit yer tutub. Bu sonda alınan da 2 bit yer tutub. Əvvəl isə bundan 4 dəfə çox olub. Ona görə burada kəsr alınmasın. Yəni gəlin belə götürək də bunu. Sonda n-də, əvvəldə 4 n-dir. Və son dəfə alınıb 2 bit, əvvəldə isə bundan 4 dəfə çox, yəni 8 bit olub. Fikrim aydındır. Yəni əvvəl son nəticə n-dir. Əvvəl bundan 4 dəfə çox olub. Pikselin 1 biti, 1 bit həcmi və sonda 2 bit alınıbsa, əvvəl nə qədər olub? 8 bit olub. Burada rəng çalarının sayı 4 dəfə azalıb, həcm 4 dəfə azalıb. Və biz bit miqdarının neçə dəfə dəyişdiyinə baxmalıyıq. Və bunu qarışdırırlar. Əsas kiçik n-in neçə dəfə dəyişdiyi, böyük n yox. 8 bit 2 bitə deməli dəyişdi və çevirməyə qədər rəng sayında neçə dənə rəng istifadə olunub? 8 bit miqdarıdır. Biz yenə n bərabər 2 üstü 8-lə tapmalıyıq ki, əvvəl 256 dənə rəng olub. Doğru cavab D variantıdır. Deməli, əvvəl 256 rəng olub. İndi cəmi 4 rəng var. Amma həcm dəyişməsi 4 dəfə dəyişib. Amma rənglərin sayı görün nə qədər dəyişib? 256-dan gəlib 4-ə düşür. Yəni 64 dəfə azalıb. Rəng sayı 64 dəfə azalıb, amma ümumi həcm isə 4 dəfə azalıb. Bu formada əldə etməliyik. 44-cü suala baxırıq. Avtomatik fotokamerada belə bir ölçüsü verilib. Bu təsvir yaradılır. Faylın informasiya həcmi 300 kilobaytı aşmır. Palitrada olan rəng sayının maksimum sayı neçə ola bilər? Deməli, burada nə etməliyik? Kiçikdir götürməkdir. Kiçik bərabər 300 kilobaytı aşmırsa, həcm, yəni V bizə kiçik bərabərdir 300 kilobayt. Deməli, V bizdə nə olacaq? 1024 vurulsun 600 vurulsun balaca n yazar. Kiçik bərabərdir 300 kilobayt. 300-də vurulsun 213 yazıram. Bunun yanına bit yazıram. Bu sol tərəfdə bitdi, sağ tərəfdə bitlədi. Və bunu hesablamağa çalışaq. N kiçik bərabərdə olur. Deməli, 300-dən 600 ixtisar getsə, burada 2-də 1 qalır. Vurulsun. 213-lə də 1024-ü aparsaq, 203 qalır. Yəni, 1024 210-dur. N kiçik bərabərdə olur burada. 203 ilə 2-də 1, yəni 8-i 2-yə bölüşsə 4. Normal bunu hesablayın. Buradan n-i təkcə tapın. N kiçik bərabərdə 4 alacaqsınız. Yəni bu bərabərsizlikdən tapacaqsınız ki, n kiçik bərabərdə 4. Bunu tapandan sonra maksimum istəyirsə n-i 4 götürürsünüz. N-i 4 götürəndən sonra bu bitin miqdarıdır. Yəni bir pikselin bit onunla olan qiymətidir və böyük n bərabərdir 204, yəni 16. Deməli, rəng sayı 16-dır. Doğru cavab Y variantı olacaq.
45-ci sual. Hər bir səhifəsində 24 sətr, hər sətrdə 16 simvol və 1024 simvol əlifbada kodlaşdırılmış 160 səhifədən ibarət kitabı çap sürəti 64 bit böl saniyə olan printerdə neçə dəqiqəyə çap etmək olar? Bunun üçün də deməli biz sürət bizə bir növ verilib, balaca V verilib, bir dənə həcm verilib. Deməli ümumi bir həcm var, bizdən T soruşulur. Yəni bu üç cəmiyyət arasında belə bir düstur yaza bilərik də biz. V bərabərdir, balaca V vurulsun, balaca T. Və buradan balaca V, bizdən balaca T soruşulur. Balaca T bərabərdir, böyük V, bunu belə çəkək, böyük V bölünsün, balaca V. Yəni, ümumi həcm bölünsün sürət. Bir necə ki, fizikada sürət zaman hasili məsafəni verirsə, burada da o formada götürürük və 16 simvol 24 sətir düzdür və 1024 simvolu əlifba. 1024-ü bir dənə yazırıq ki, 2 üstü 10-dur, yəni 10 bit yer tutur hər simvol və 10 bit yer tutduğu üçün görünür də, yəni ki, bu 10 bit deməkdir. Və V-ni tapsaq, yəni V-nin yerinə qiyməti yazsaq, deməli, balaca T bərabərdir. Birbaşa qoyuram ki, burada vaxt getməsin. 24 vurulsun 16, vurulsun 160 səhifə, vurulsun, yəni 3 dənə S-in hasili vurulsun 10 bit. Buradakı 10 biti vururuq bura. 10 bit, yəni i-yə vururuq. S vur, S vur, S vur, i. Bu həcmdir. Bölürük sürətə. Sürət nədir? 64 bit. Bit böl saniyə. Buradan biz saniyəni tapacaq. Bizdən dəqiqə soruşur. Hələ ki saniyəni tapaq. Deməli, buradan bərabər alınır. Baxaq görək burada nə edə bilərik. 24 özü nədir? 4 vur 6-da. 4-ü 16-ya vursaq 64 edir. Fikir versək, deməli, bu 24 vur 16 ilə 64-ü ixtisar aparsaq, neçə alınacaq? 6 alınacaq. Surətdə deməli 6 alınır. Vururam 160-a, vururam 10-a. Bu da bərabər olur 960, arxasında da bir dənə 0 olur 9600 saniyə. Buraya yazdım saniyə. Dəqiqəni də necə tapacaq? T bərabər olur 60-a bölsək 9600-ü 60-a bölürəm, alınır. Bu sıfırlar gedəcək. 160 şəklində, yəni 160 dəqiqə. Bu cür bunu deməli hesablamaq lazımdır. 160 dəqiqə. Doğru cavab A variantı. İndi gələk 46-cı suala. Dəftər ifadəsi 256 simvol əlifba ilə kodlaşdırılarsa informasiya həcmi neçə bayt olar? Yenə burada V bərabərdir KI düsturudur. Bu düsturdan istifadə edirik. K vurulsun I. Və biz nə etməliyik burada? K-nın sayını tapırıq ki, 6 dənə simvoldur. K-nın yerinə yazıram 6. I-nin yerinə isə 256 bir 208-dir. Yəni, hər simvol 8 bit yer tutur. 6-nı vururam 8-ə. Bu da edir 48, deməli, bit. İnformasiya həcmi neçə bayt soruşur bizdən. Deməli, bayt soruşduğu üçün 48-i bölürəm 8-ə, alınır 6. Deməli, V bərabərdir 6 bayt. Doğru cavab olacaq 46-cı sualda Y variantı. Deməli, 47-ci suala baxırıq. Elektron nəşr 240 səhifədən ibarətdir. Hər səhifədə 32 sətr və hər sətrdə 16 simvol var. Bu nəşr Unicode standartında kodlaşdırılırsa, faylın informasiya həcmini kilobaytda müəyyən edin. Unicode-da hər simvol 2 bayt yer tutur. Bunu qeyd edək. Və ümumi düstur, V-nin düsturu, həcm düsturu. V bərabərdir, dedik ki, S-lərin hasili vurulsun I şəklindədir. Burada mən bitlə yox, elə baytla gedəcəyəm. Çünki nəticəni də sonra kilobayta çevirmək üçün 2 üstü 10-a böləcəyim. Yəni, bitə çevirəndə rəqəm biraz da böyüdür. Ona görə çalışmaq lazımdır ki, baytdan hesablayaq. Amma fərqi yoxdur, sizə necə rahatdırsa o formada həll edə bilərsiniz. 240 səhifə vurulsun, 32 sətir vurulsun, 16 simvol. Bu ümumi simvol sayıdır. Bunu vururam 2-yə, yəni 2 bayt olur. Bunu da ümumi həcmi biz bölürük 2 üstü 10-a bölürük və V-ni tapırıq. V bərabər olur, deməli, fikir versək, 32 vurulsun, 16
2, yəni 32 vur 32 deməkdir, 2/10-dur. Məxrəcdə də elə 2/10 var. Bunlar ixtisar gedir, elə 240-ın özü qalır. 240 kilobayt. Yəni birbaşa buradan sualın cavabı B variantı 240 alınmış olur. 48-ci suala baxaq. Deməli, burada biraz fərqli bir məsələ var. Bunu qeyd edirəm. Deməli, bizə 1024 verilib. Bu məlumatda olan simvolların sayıdır. Və deyilir ki, həcmi 2 kilobaytdır və daha doğrusu həcmi 2 kilobaytın 8də biridir. Yəni V-ni tapacaq. Bizdən sonra əlifbanın gücü soruşulur. Yəni burada şaşmayaq ki, 1024-ün 2-nin qüvvəti olduğu üçün orada 2/10 yazıb 10 bit falan götürməməliyik. Burada nə edirik? Deməli, V bərabərdir K-i düsturuna görə. Siz belə yazım ki, fərqlənsin. V bərabərdir K vur I düsturuna əsasən gedəcək. Biz əvvəlcə I-ni tapmalıyıq. Bizə də K verilib. Bu 1024-dür. Bu verib 1024-dür. Və V də verilib. Nə qədərdir? 2 kilobaytın 8də biri. 2 kilobaytın 8də biri. Bu 2 bu yazır. İndi gəlin yazaq. Bizə I bərabərdir. Əvvəlcə I-ni tapaq. I bərabər olur V böl K. Bu bərabərdir. V-nin yerinə yazıram. 2 vurulsun. Düzdür. 2 vurulsun. Bitə çevirsəm əgər bunu olacaq 2/13 vurulsun 8də 1. 2 kilobaytı 2 vur 2/13 bit yazıram və onun 8də 1-ni tapıram. Buraya qədər V-nin həcmin qiymətidir, bitlə miqdarıdır. Məlumatın miqdarı və bunu bölürük simvolların sayına bölürük. 1024-ə bölürük. Bu da 1024 2/10-dur. Bu 1024-dür. Həmin o simvol sayıdır. Bu bərabərdir. Bərabərdir yazaq. 2/13 vurulsun 2 olur 2/14 və 2/14 ilə 2/10 ixtisar getsə və bununla məxrəc ixtisar getsə surətdə qalır 2/4 vurulsun 8də 1. Bu da bərabərdir 2 edir. Çünki 8 2/-3-dür. Və nəticə alınır 2. 2 bizə i-nin qiyməti və bit sayını göstərir. I. Amma bizdən nə soruşulur? Deməli, Hartley düsturuna əsasən əlifbanın gücü. Yəni, n bərabərdir 2/i. Bu da bərabərdir 2/2. O da bərabərdir 4-ə. 4, deməli, əlifbanın gücüdür. Doğru cavab A variantıdır. Yəni, əlifbada olan simvol sayıdır. 49-cu suala baxaq. Bir işçi haqqında məlumatın 2048 simvoldan ibarət olduğunu bilməliyik. Buna əsasən 8192 sayda işçi haqqında məlumatı neçədə 2 megabaytlı diskə tam yerləşmək olar. ASCII kodda kodlaşma cədvəlində kodlaşdırılıb. Yəni, hər simvol 1 bayt yer tutur. Deməli, 2048 simvolda 2048 bayt yer tutacaq. 2048 bayt yer tutur. Onda belə yaza bilərik ki, 8192 sayda işçimiz var. Bu qədər işçi var. 8192 dənə işçini vururuq. 2048 bayta, bunun yanına bayt yazıram. Bu nə deməkdir? Bunu gəlin biz sadə olsun deyənə kilobayta çevirək birinci növbədə. 2048 bayt 1024-ə bölürük, alınır 2 kilobayt. Düzdür? Bir işçinin yaddaşda, yəni bir işçinin məlumatları yaddaşda 2 kilobayt yer tutur. 8192 bəs nə qədər yer tutar? V bərabərdir. Burada da K sayda vurulsun I kimi götürə bilərsiniz. K vur I şəklindədir. K bizdə 8192-dir. Vurursunuz I-yə, yəni 2 kilobayta. Bu nəyə bərabər olur? 8192 bilirik ki, 8 vur 1024-dür. Bunu biz vururuq 2 kilobayta. Və bunu birbaşa biz megabayta çevirsək, yəni 1024-ə də bölsək, bu megabaytla alınacaq cavabımız. 8 vurulsun 1.2 16 edir. Bu o deməkdir ki 16 megabayt. Yəni o deməkdir ki, biz ümumilikdə bütün işçilərin 8092 işçinin məlumatları yaddaşda 16 megabaytdır və biz 16 megabaytı götürüb bölsək 2 megabayta, yəni 2 megabaytlıq diskə, burada bizə 8 dənə disk lazım olacaq. Doğru cavab nə olur?
Y variantı. Sadəcə bunu bu şəkildə məntiqi başa düşüb hesablama aparmaq lazımdır. 50-ci suala baxırıq. Deməli, məlumat 2048 simvol əlifba standartda kodlaşdırılıb və bu məlumat ASCII standartına keçirilən zaman həcmi 6 kilobayt azalıb. Məlumatın neçə simvoldan ibarət olduğunu müəyyən edin. Deməli, burada yenə eyni qaydada V bərabərdir KI düsturu ilə götürsək, yəni fərq delta V də deyə bilərsiniz, həcm dəyişməsi. Belə də deyə bilərsiniz ki, V1 çıxılsın V2-dir. Gəlin, yazın buradan. Deməli, V1 çıxılsın V2, yəni həcm fərqi bizə 6 kilobayt verilib. 6 kilobayt verilib. Bu fərq ki var, nədən yanır? Birinci həcmdən ikinci həcmin fərqindən. Birinci həcmi necə tapa bilirik? Ümumiyyətlə, həcmi tapanda dedim ki, K vur I düsturumuz var bizdə. Yəni, K simvol olan sayı vurulsun I həcm. Həcmin miqdarıdır, hər simvolun həcmidir. Belə yazırıq da burada. 2048 üçün biz bilirik ki, 2 üstü 11 deməkdir. Yəni, hər simvol 11 bit yer tutur. Onda həcm belə olacaq. 11 bit vurulsun K. 11 bit vurulsun K. Vurulsun K. Və bunun yerinə də mən 11 bit vur K-nı 11K yaza bilərəm. Bit miqdarına götürsəm. Çıxılsın. Oxşar qaydada ASCII kodlaşmasında 256 dənə simvol var və bu da 208 deməkdir. 8 biti əsas götürürəm və bu zaman 8K yazıram yerinə. Yəni çıxılsın 8K. Bu da bərabərdir 6 kilobayta. Kilobaytın yerinə də bunu vururam 213-ə, yazıram bit. Çünki sol və sağ tərəf bit olmalı. Və mən burada bu düsturu, bu tənliyi deyək də, bu tənliyi həll etməyə çalışıram. 11K çıxılsa 8K məndə edir 3K və bu bərabər olur 6 vurulsun 213-ə, K bərabər olur 2 vurulsun 213, bu da K bərabərdir 214. Deməli 214 dənə bizdə simvol olmuş olur. Yəni, doğru cavab bizdə Y variantı olacaq. Gəlin, baxaq 51-ci suala. K vur 1024 pikseldən ibarət olan qrafik təsvirin informasiya həcmi 384 kilobaytdır. Qrafik təsvirin 8 rəng sarına malik olduğuna görə K-nı müəyyən edin. Deməli, burada bizə hazır rəng salarları verilib. 8 dənə rəng salar var. Bu 2 üstü 3 deməkdir. Yəni, hər piksel bizə 3 bit yer tutur. Bunu bilirik və ümumilikdə həcm düsturunu yazsaq, yəni A vur, B vur, N, bizdə K vurulsun 1024 vurulsun, N də bizdə olacaq 3 bit. Bu şəkildə yazırıq və bu bizə hazır verilib 384 kilobayt. Yəni 384 vurulsun 213 bit. Və buna əsasən biz nə edə bilərik? Bu bərabərlikdən, bu bərabərlik ki var, bunu hesablamaqla K-nı tapa bilərik. Deməli, K bərabər olur nəyə? K bərabər olsun burada. Biraz aşağıdan yazaq ki, yerləşsin. K bərabər olur 384, gəlin bu tərəfdən yazın. K bərabərdir 384 özü 3-ə bölünsə, bu 3 ilə ixtisar getsə, burada 128 qalacaq. Çünki 384, 128 vur 3 deməkdir. 128 ilə 213 yuxarıda olacaq. Məxrəcdə isə olacaq 1024. Bərabərdir yazıram. 128 2 üstü 7-dir. 2 üstü 13-ə vuranda 2 üstü 20 edir. Məxrəc 2 üstü 10-dur. Və buradan 2 üstü 10 alınır. Və bununla da K-nı tapdıq ki, 2 üstü 10-dur. Doğru cavab da A variantı 2 üstü 10 olacaq. 52-ci suala baxırıq. Qrafik təsvir 64 rəng salarlı palitrada kodlaşdırılır. Bu rəng salarının sayı 8 dəfə az olan palitrada kodlaşdırılırsa, həcmi necə dəyişər? Yenə burada baxırıq rəng salarlarının sayını, yəni bunu bir pikselin qiymətinə çeviririk. Yəni 1 piksel 2 üstü 6 ilə götürsək, 6 bit yer tutur. Və yeni rəng salarlarında 8 dəfə az palitra, yəni 8 dəfə az rəngi var. 64-ü 8-ə bölürəm. Yəni N-in ikinci haldakı qiyməti 8-dir. 8
bizdə ikinci halda olan rəng sayıdır və biz buna əsasən bilirik ki, bu 3 bit ilə kodlaşdırılıb. Yəni əvvəl 6 bit olub, 6 bitdən gəlib keçmişik 3 bitə. Deməli, neçə dəfə belə deyək də azalma baş verib? 2 dəfə. Düzdür, 6-dan 3-ə düşübsə, deməli 2 dəfə azalar. Doğru cavab A-dır. Bu sualdan yazmışıq. 53-cü suala baxaq. 256 rəng sayına malik palitrada kodlaşdırılmış təsviri enindəki piksel sayını 8 dəfə artırmaqla, hündürlükdəki piksel sayını 4 dəfə azaltmaqla rəng sayı 16 dəfə az olan palitrada kodlaşdırılmış həcmi necə dəyişər? Həcm dəyişinə baxırıq. Əvvəlki halda tutaq ki, A vur, B vur, N şəklindədir bizim deməli ümumilikdə həcmimiz. İkinci halda bu B1-dir. V2 isə nə olacaq? A-nın qiyməti 8 dəfə artır, olur 8A. B-nin qiyməti 4 dəfə azalır, B bölü 4 olur. Vurulsun, indi N məsələsi var, yəni N rəng dərinliyi məsələsi ki var. Burada rəng sayıdır 16 dəfə az olur. 256-dan 16 dəfə az olan, yəni 16 rəngə düşüb. Deməli, 256 rəng olanda biz 2/8-dən götürürdük. 8 bit idi. Hər bir piksel. İndi isə 16-dır. Bizdə indi 16-dır. 16-da 2/4 deməkdir. Yəni 4 bitdir. Yəni bu deməkdir ki, 2/4 bitdir. Bu deməkdir ki, 8-dən biz gəlmişik 4-ə. 2 dəfə azaltmışıq. Deməli, rəng dərinliyi də 2 dəfə azalıb. Yəni, rəng dərinliyi N neçədirsə, o 2 dəfə azalıb. N bölü 2 yazır. Və bunu hesablasanız görəcəksiniz ki, məxrəcdə 4 vur 2 elə məxrəcdə 8 edir. Burada da 8 var və A vur B vur N alınır elə. Və bu da bilirik ki, elə V1 deməkdir. Yəni V1 V2-yə bərabər olur, fikir verirsiniz. V1 bərabərdir V2. Və bu da o deməkdir ki, həcm dəyişilmir. Doğru cavab D variantı dəyişməz olacaq. 54-cü suala baxaq. 32 ədəd 512x512 ölçülü RGB palitrası kodlaşmış qrafik informasiya 60% daxilləşdirdən sonra informasiya həcmi neçə megabayt azalmış olar? Biz burada deməli nə etməliyik? Burada 60% azaltma. Bu sual da biraz fərqli tipdir. Bunu diqqətlə işləyək. Deməli, ümumi həcmi tapmağa çalışsaq, bizdə 2/5 dənə, yəni 32 dənə deməli, qrafik təsvir var və bunların hər biri də 2/9-da, 5/209-dur. 2/9 vur 209, 2/18 ölçüdür və bu da RGB-də 24 bit yer tutur yaddaşda, düzdür? Bu da megabaytdan deyir, əslində bu 24 biti neyək? Çevirək 3 bayta, biraz daha sadə olsun, düzdür? 3 bayta. 3 bayt kimi yazıram bura. Və fərqi yoxdur, yəni 24 dənə götürə bilərsiniz. Sadəcə 3 olanda birbaşa 2-nin qüvvətinə böləndə daha asandır. 3 bayta vururuq və bu bizim olur ümumi həcmimiz. V bərabər olur 3 baytdan belə yazdıq və bir dənə də məxrəcə yazıram 2/20-yə bölsəm megabaytla tapmış oluram. Biz axı megabaytdan deyil. Və belə olan halda 2/23-dür bu hissə. Məxrəc 2/20-dir. Qalır 2/3 surətdə vurulsun 3. Bu da verdi 8 vur 3, 24. 24 megabayt. B şəkli yazdım, megabayt. 24 megabayt ümumi informasiya həcmidir. 24-ün 60% isə nə qədər edir? Bunu hesablasaq, yəni 10-dan 6-sı, bu da 14-dan, düzdür, 10-da 4 edir. 14-dan 4 megabayt. Bizdən əgər soruşur ki, nəyə qədər az olmuş olar? 14,4 megabayt. Yox, desəydik ki, bizə nə qədər deməli qaldı yerdə miqdar? 24-dən 14 çıxacaqdı, 9,6 olacaqdı. Bizdə nə qədər həcmi azalar deyir, ona görə B variantını seçirik. 14,4 megabayt azalır, 60% azalır, arxivləşir. 55-ci suala baxırıq. 258 səhifəlik sənədin ilk və son səhifələrinin hər birində 20 kilobaytlıq qrafik təsvir var. Qalan səhifələrin hər birində 32 sətr və hər sətrdə 16 simvol var. Məlumdur ki, əlifbada bir simvolun informasiya həcmi 8 bitdir. Sənədin informasiya həcminin neçə kilobayt olduğunu müəyyən edin.
İlk və son səviyyədə deməli 20 kilobaytlıq təsvir var. Bunu biz açıq şəkildə 2 dənə 20-ni, yəni 40 kilobaytı ayıra bilərik. 40 kilobaytımız bu qrafik təsvir. Üzərinə gəlir 256 dənə səhifə var, yəni 208 səhifə var. Bu səhifənin sayını 2/5-ə, yəni 256-ya çevirdik də bunu. Yəni 2 səhifəni ilk və son səhifəni çıxdıq. 256 səhifədir. Bunu vururuq 2/5-ə, yəni 32 sətrə. Onu da vururuq 16 simvola. Yəni S vur, S vur, S demişik də. Sətir, səhifə, simvol. Səhifə, sətir, simvolu. Bunu vururuq və informasiya həcminə də vuracaq. 16 204-dür. Bunu da bura yazdıq, bu 16-nı. Və informasiya həcmi də 8 bitdir. İstəsəz, yenə deyirəm, 8 bitə vura bilərik, istəsək 1 bayta vura bilərik. 1 bayta vuraq ki, daha tez hesablayaq. Bu bərabərdir, bu təbii ki V-dir. Bu bizim V-imizin qiymətidir. V bərabər olur. Bir də aşağıdan yazıram. V-nin qiyməti 40 üzərinə gəlinsin. Bunu yuxarıdan yazacağım. Bu hissədən sizə bərabərliyi silək. Deməli, 2 üstü bu neçə olacaq? 8, 5, 4, cəmi 17 edir. 2 üstü 17. Bölünsün, məxrəcə yazaq 2 üstü 10. Bu da bərabərdir. Bu da təbii ki kilobaytla alınacaq nəticə. Bu 40 da kilobaytdır. 40 üzərinə gəlinsin. 2 üstü 7. 2 üstü 7 yəni kilobayt. Bu da bərabərdir 40 üzərinə gəlinsin. 128. Bu da bərabərdir 168 kilobayt. Doğru cavab olacaq D variantı 168 kilobayt. 56-cı suala baxaq. 516 səviyyədən ibarət sənədin ilk 4 səviyyəsində bu ölçülü piksel verib 256 rəng sərfayət edilmiş təsvir var. Digər səviyyələrdə də bu formadadır və neçə megabayt olduğu soruşulur. Eyni qaydada bir sualdır. İlk 4 səhifəsində bizə ilk 4 dənə səhifə var. Vururam bunu 2/9 vur 2/9 bu 512 nədir? 209 vur 209 218 pikselə. Və bunu vururuq 256 rəng saları nə deməkdir? 2/8 deməkdir, 8 bit. Amma burada da açıq, yəni bir-bir göstərmirəm. Qısa olaraq deyirəm ki, 8 bit 1 baytdır. Buraya yazıram 1 bayt. Bu bir şəklin həcmidir. Bunu vururam 4-ə, yəni 4 dənə şəkil var. Üzərinə gəlirik digər məsələni. Bunu sizə ayrıca hesablaya bilərik. Gəlin sizə ayrıca hesablayaq, sonra toplayarıq. 4 vur 2/18-dir. Bunu 2 üstü megabayta çevirməkdirsə, düzdür, 2 üstü 20-yə bölək. Buradan alınır elə 1 megabayt. 1 alınır da, bu 2 üstü 2-dir, bu 2 üstü 18 və 1 megabayt. Bu bizdə oldu qrafik təsvir 1 megabaytdır. Bu qrafik təsviridir. İndi ikinci məsələni hesablayaq. 32, 64, 32 Unicode verilib və bir də 516-dan 4 səhifəni çıxdığımıza görə 512 səhifə qalır. Bunu 64-ə, bunu 32-yə və bunu da 2 bayta vurmalıyıq. Və bu nəyə bərabər olacaq? 2/9 vur 2/6 vurulsun 2/5 vurulsun 2/1. Bərabərdir. 2 neçədir? 21. Və bu baytlandır. Biz bunu megabayta çevirsək 2/21 böl 2/20. Bu da bərabərdir 2 megabayt. Yəni həcm 2 megabayt olacaq. Və ümumilikdə V son nəticədə V-nin qiyməti buradan gəlin yazaq. V bərabərdir. Buradakı 1 megabayt üzərinə gəlsin. Buradakı 2 megabayt. Bu da bərabər olur 3 megabayt. 3 megabayt doğru cavab C variantı olur. Baxaq 57-ci sualımıza. Deməli, bizə deyilir ki, 10 səhifəlik kitabın hər səhifəsində x sayda simvol və 20 kilobaytlıq qrafik təsviri var. Kitabın informasiya həcmi 700 kilobayt varsa, hər səhifədəki simvol sayını müəyyən edin. ASCII-də kodlaşıb, yəni 1 baytla kodlaşdırılıb. Bu hissəni istəyirsiniz silim, yaxud da ki, bu hissəni bir qırağa çəkim. Bunu çəkək yuxarıya qoy, yuxarıda dayansın. Formada seçək və bura yerləşdirim. Aşağıdan həll etməyə çalışaq.
Deməli 10 səhifədir bizdə. X sayda simvol var. X sayda bizim simvolumuz var və 20 dənə 20 kilobaytlıq təsvirimiz var. Burada hər səhifədə dediyi üçün biz 20 kilobaytı ayırmırıq. Yəni 10 səhifədə bir dənəsində belə cəmi bir dənə təsvir demək deyil bu. Sualı ona görə qeyd edirəm. Bu biraz fərqlidir. Yəni burada 10 dənə səhifədə hər səhifədə X simvol var və X simvol 1 bayta vurulub. Üzərinə gəlinsin 20 kilobaytlıq bir dənə də təsvir var, şəkil var və bu cəmi 700 kilobayt edib. Buradan alınır 10x mötərizəni açsam bu yanında bayt yazıram. Üzərinə gəlsin 200 kilobayt bərabərdir 700 kilobayt. Və burada əgər yanına kilobayt baytı yazmışsınızsa heç şeyə ehtiyac yoxdur. Yəni qorxmağa ehtiyac yoxdur. Düz alınacaq sualın cavabı. Bunun yanına baytı yazıram. Bərabərdir. 700-dən 200 bayta çıxıram alınır 500 kilobayt. 500 kilobayt. Hələ ki buraya qədər düz gəlmiş. Burada əsas məsələ 10x-dir. İndi burada isə deməli 500 kilobaytdır. Bu 10x-i bərabər edirəm. 500 vurulsun 2/10-a. Düzdür? Çünki bu da baytdır. İndi mən bu tərəfdə kilobaytı 2/10 yazdım və yanında oldu bayt. Bu tərəfdə baytlandı, burada baytlandı. Ona görə x bərabər olur 50 vurulsun 2/10 və ya 5 vur 2/11 də yaza bilərsiniz. Yox, burada 5 11 olmayacaq. Çünki aşağı isə 2 iləndir. Deməli elə 50 vur 2/10 olaraq qalır. Burada heç bir dəyişiklik yoxdur. 50 vur 2/10 sayda simvol var. Elə bu cürdə saxlayırıq. Doğru cavab C variantıdır. Baxın belə, yəni burada düz hesablayıb cavabı almaq lazımdır. 58-ci suala baxaq. Qrafika ifadəsinin ASCII kodlaşma sistemində informasiya həcmi ilə 256 simvol əlifba sistemindəki informasiya həcminin cəmini baytla tapmalıyıq. 256 simvol əlifba ilə ASCII əlifbası elə eynidir və bu da 208, yəni bir simvol 8 bit və ya 1 bayt yer tutur. 1 bayt. Bunu bilirik və bu 1 bayta əsasən belə deyə bilərik ki, 2 dənə eyni bir növ əlifbadır və yaxud da deyə bilərik ki, 2 dənə müxtəlif əlifbadır, ASCII-dir və digər 256 simvol əlifbadır. Amma hər ikisində 256 simvol üçün hər simvol 1 bayt yer tutur. Deməli, biz nə edirik? Buradakı simvolların sayını tapırıq. 7 simvol var. 7-ni vururam 1-ə, yəni həcm V bərabərdir KI düsturudur. Buna əsasən deyirəm ki, 7 vurulsun 1 olur 7 bayt. 7 baytı tapdım. Sonra nə etməliyəm? Bu 7 baytla 256 simvollu əlifbada olan 7 baytı toplamalıyam. Yəni V bərabər olur 7 üzərinə gəlsin 7 olur 14. 14 bayt. Doğru cavab D olacaq. Və ya 2-yə də vura bilərsiniz. Yəni bu formada tapırsınız. 59-cu suala baxaq. Mətn failinin informasiya həcmi 4 kilobaytdır. Mətnin 8 səhifədən ibarətdir. Hər səhifədə 32 sətr və hər sətrdə 16 simvol var. Mətnin kodlaşdırdığı əlifbada bir simvol informasiya həcmini bitlə ifadə edin. Gəlin əvvəlcə V-nin düsturunu yazaq. V bərabərdir 4 kilobayt verilib bizə. V bərabərdir 8 səhifə, yəni 2/3 vurulsun. 32 sətr 2/5 vurulsun. 16 simvol, yəni 2/4 və bir simvol informasiya həcmi i-dir, biz bilmirik və bu da bitləndir, yanına yazır i-bit. Bu verilib bizə, bu formada bizə verilib və 4 kilobayt da verilib. Yəni bu əslində V həm də 4 kilobaytdır. 4 kilobaytdır. Bunun qabağından da 4 kilobayt yazıb bərabərləşdirib i-ni tapmalıyıq. Fərqi yoxdur, necə istəsəz əlləyə bilərsiniz. Məsələn, bunun qarşısına bərabərdir yazıram. Bərabərdir yazaq. Yazıram 4 kilobayt yazmalıyam da normalda. Çünki həcm 4 kilobayt verir. Bunu belə yazırsınız. 4 vurulsun 2/13 bit. Və buna əsasən artıq siz bu hissəni görürsünüz. Bununla bu hissəni müqayisə etməlisiniz. Çünki bu bitdir, burada bitdir. Heç də bunu bərabərləşdirib i-ni asanlıqla tapmaq mümkündür. i bərabərdir 4 vur 2/13
bölünsün. Məxrəcdə yazıram. Bu 3, 5, 4-ün cəmi nə qədər edir? 12. Bu da bərabərdir. Surətdə olur 215, məxrəcdə olur 212. Fərqi yoxdur, ixtisar da apara bilərsiniz. Amma 4 202-dir, vururam 213, 215, məxrəc 212 və cavab 203 kimi gəlir və buradan alınır 8 bit. İ'nin qiymətini tapdıq ki, 8 bitdir. Bizdən nə soruşur? Əlifbada bir simvolun informasiya həcmi məhz elə bu informasiya həcmini soruşur. Doğru cavab olur C variantı. Gələk 60-cı suala. Bununla da 60-dan yekunlaşdıracağam. Deməli, 256 vur 1024 pikselli raster qrafik təsvir üzərində əməliyyatlar aparılır. Verilmiş təsvirdən kəsilə biləcək maksimal ölçü kvadrat formalı təsvir kəsilir. Alınmış təsvirin rəng dərinliyi 16 bit olduğunu bilərək informasiya həcmi neçə kilobayt olar? Bunu belə işarə eləyə bilərik ki, burada bir məqam var. Bunu bilmək lazımdır. Əsas məsələ budur. Kvadrat formalı təsvir kəsilirsə bir dənə düzbucaqlıdan. Məsələn, bu düzbucaqlımızdır. Bundan bir dənə əgər kvadrat kəsilirsə, yəni belə çəkin bir də. Bunun balaca olan hissəsi ki var, kiçik olan hissəsi. Belə ayırsaq, bu kiçik olan hissə, bu hissə məsələn A olsun da, bu tərəfdə də A olaraq götürülüb, burada A olur və bu da A olur. Ümumiyyətlə, kəsilmiş ən böyük kvadrat düzbucaqlının içindən elə onun yan tərəfi hansı kiçikdir? Məsələn, A tərəfi kiçikdir də bu düzbucaqlıda. Bu böyük tərəfi də tutaq ki, B-dirsə, balaca olan A-dırsa, deməli, ən böyük kvadrat elə A olacaq. Bu nə deməkdir? Yəni, nə demək istəyirəm? 256 vurulsun 1024 pikselli bir düzbucaqlı verilib bizə. Biz burada ən böyük kvadratı 256 vurulsun 256 formatında tapa bilərik. Bunun özünün isbatı var, amma isbata girmirəm. Qısa olaraq deyirəm ki, belədir. Və 256 vur 256 kvadrat formalı bir təsvir oradan götürə bilirik. Bu təsviri götürdük və rəng dərinliyi bizə verilibmi? Verilib 16 bit. Bunu da vururam 16 bitə. Yəni V bərabərdir. A vur, B vur, N-dir də, düstur. Burada sadəcə olacaq V bərabərdir A vur, N şəklində. Yəni bu formatdadır. V bərabərdir A vur, yəni 256 vur 256 vur 16. Bunu da yanına yazıram bit. Və bunu hesablamağa çalışsam 2 üstü 8 vur 2 üstü 8 vurulsun 2 üstü 4. Bu da verdi 2 üstü neçə edir? 20-dir. Yanına yazıram bit. Bunun yanına yazdıq. Formada biti yazdıq. 2 üstü 20 bit informasiya həcmini kilobaytla soruşur. Kilobayt olması üçün 2 üstü 20-ni biz bölürük 2 üstü deməli 13-ə. Bərabərdir. 2 üstü 7 kilobayt. Bu da 128 kilobayt edir. Deməli 128 kilobayt doğru cavabdır. Baxaq görək. Doğru cavab olacaq Y variantı. Burada videonu saxlayıram. Davamı part 2-də gələcək. Belə, yəni bütün sualları izah edəcəyəm. Kanalda yerləşdirəcəyəm. Kanalı izləmədə qalın. Hər kəsə uğurlar.